Biraz bayırda kaldım, soğuk oldu. Akşam düşen kimi havası serinleyir. Sabah ama yaxlı hava verir. Sabah 15 derece isti olacak. Güneşli hava verir. Sabah çalışır velosipedlə çıxacağım. Velosiped videolarını Velobaku kanalına koyuram. Velobaku kanalında videonun axırında açılan pəncərədə görə bilirsiniz. Ora girib oradan baxa bilirsiniz. Heç vaxt demirəm, lah qoy, fona kimi izlə, ən xoşuma gəlməyən sözdür, fona kimi izlə. Sənin videon maraqlı olsa, adam istəsən, istəməsən sona kimi izləyəcək. Fona kimi izlə demək heç xoşuma gələn söz deyil. O, bu neyinir, bu neyinir? Daha nə qoyamsın? Belə yol keçmək düzgün deyil. Mən bunun yerini olsam, gedib qabaqda quru vardı, oradan fırlanıb avratım gələrəm də. Təhlükəsiz olar, nəinki gecə vaxtı çox yol ortasında yol keçirəm. Beləsi düzgün deyil. Sıxlıq başlandı, buradan tərəfdə sıxlıqdır. Buralar həmişə belədir. O bir svetoforu keçənə kimi belə olacaq. Demirəm bəyənin, demirəm abunə olun. Abunə olan özü olur, bəyənən özü bəyənir, bəyənməyən bəyənir. Kimisi fikrini yazır, kimisi yazmır. Amma fikir bildirmək qorxulu bir şey deyil də. Mən bilirəm ki, çox adam biraz qorxur nəsə deməyə. Birdən atmetka qoyaram, bəyənmə işarəsi qoyaram, hansısa qeydiyyata düşərəm, hansısa görünərəm. Amma başa düşmürlər ki, səni axtaran onsuz da axtaracaq, tapacaq da. İnternetdə hamının bütün danları var. Qorxmaq lazım deyil. Nə demək istəyirsən, nə yazmaq istəyirsən, nə xoşuna gəlmədi, yazıb demək lazımdır. Nə təklifin var, eləsin daha yaxşıdır, eləsin daha yaxşı olar. Burada nə açılıb? Burada nədir bu işıqlı yerdə, bilmirəm, bura nədirsə, restoranda nədirsə, bura açılandan bura vapşı həmişə belənçə olur. Mən də həmişə buradan axşamlar keçirəm. Hər axşam bura belənçə olur. Amma kim bilirsə yazsın, bu nədir burada? Restorandır, nədir bu? Çox güman ki, restorana oxşuyur, çünki burada taksilər çox dayanır. Bundan başqa mənim bir dənə kanalım var, Velobaku. Orada velosipedlə sürdüyüm videoları ora qoyuram. Əvvəl onu da bura qoyurdum, sonra gördüm həm velosiped, həm bu, hamısı bir kanala yerləşdirmək olmuyor. Onda YouTube çaşır. YouTube deyir ki, bir məzmunlu bir şey qoy. Hər şeydən biraz qoyanda YouTube çaşır, şey verir. Nədir bu? Göstərmir də, məsələn, baxsınlar, göstərmir. Havalar qızdıqca velosiped çox sürəcəm, çox videolar qoyacam. Həmçinin də maşınla müxtəlif yerlərə səfərlərim olacaq. Oradan da videolar qoyacam.
maşın var burada. Ağır keçilən svetoforların biri də buradadır. Bu svetofordan da həmişə 2-3 dəfə kesilir. Gecə vaxtı da maşın sürətini də bezmişəm. Maşınların işıqları, nə gəldi işıq qoyub ora, hamısını da yandırırlar. Tənzimləməmiş işıqlar da gözünə düşür. Buna bax, onun işığına baxır. Yaxşıdır ki, lap dayanıb qalmırıq, heç olmasa hərəkət vardır. Yoxsa günün ən sıx vaxtıdır da, ən kəsbik. Amma bu dəqiqə hərəkətdədir. İşdən gələn, bazarlıq eləyən, qonaq gələn, qonaq gedən ən bayaq vaxtıdır. Yaxşıdır ki, dayanıb qalmırıq, hərəkət var, gedirik.
Oradan önce xarab yol başladı. Dakika tırıp yollar. Oraya ancaq yamaq vurdular. Dirəşi bile düzəltmirlər. Ama yolun pulunu cəmaət verir. Cəmaətdən alırlar. Bütün maşınlardan yol pulu alınır. Burada da maşın az geçsə, az istifadə olunmuş yol olsa deyəsən ki, maşın az gedir, buranı təmir eləməyə dəyməz. Gür istifadə olunan yoldur da. Burada kim necəsidir? Bu yolu deyəm, sıcaqda odur ki, sağdan sola, soldan sağa, kim harada tükan gördü, yeri saxlayır. Yol yamaq yamaq. Buradan tərəfə yol hamardır. Bir damcı yerde oranı uzatmıyor.